Axşamınız xeyir dostlar. Hər birinizin gecəsi bərəkətli olsun. Hər birinizin ibadəti qəbul olsun. Bugün Ərəf surəsinə gəlib çatmışıq. Hər gün bir cüz oxuyacaq Allahın izni demişdik və bugün Ərəfə gəlib çatmışıq dostlar. 8-ci cüz Ərəf surəsi. Dostlar, Ərəf surəsi düşünürəm ki, Quranın maraqlı və önəmli surələrindən biridir. Niyə maraqlıdır, niyə önəmlidir? İndi adım-adım gedəndə görəcəksiniz. Başlayaq dostlar Ərəf surəsinin adından. Məhz Ərəf sözündən görək ki, nəyə görə surənin adı Ərəfdir, hansı mənanı verir və hansı hadisədən öz kökünü götürübdür ki, keçən yazılarda da nə demişdik? Surələrin adları adətən o surədə və yaxud da digər tərəflərdə baş verən hər hansı maraqlı hadisəyə əsasən qoyulur. Önəmli bir, altı çizilmiş bir hadisənin adından götürülür və surənin adına verilir. İndi Ərəf da o qəbildən dostlar. Ərəf sözü ərəbcədə hündür yer deməkdir. Sədlər, hündür yerlər, təpələr, hündür bir şey deyil Ərəf sözü. Yəni kəlmə olaraq. Qurani Kərimdə də Ərəf surəsində demək cəhənnəm və cənnətə getməyəcək bir dəstə insanlardan söhbət gedir ki, onlar ortada qalıblar. Ki, belə el arasında da bir sözümüz var, deyir, filənkəs arafda qalıbdır. Yəni, nə o yanlıqdır, nə bu yanlıqdır. Bax, tam da bu mənanı verir əraf. Yəni, Quranda keçən bu əraf sözünün mənası. Yəni, demək, cəhənnəmlik insanlar, məlum məsələ, əməllərinin mənfiliyinə görə gedib cəhənnəmə düşür. Cənnətdəkilər də ki, məlum məsələ, Allahın hidayəti ilə, Allahın rəhməti ilə və öz əməlləri ilə gedib cənnətə düşürlər. Amma bu əraf əhli elədir ki, onların əməlləri, yaxşıları və pisləri bərabər olduğuna görə, çox oxşar olduğuna görə, onlar nə cənnətə gedə bilirlər, nə cəhənnəmə gedə bilirlər və ortada qalırlar. Nə əzab görürlər, nə xeyir görürlər. Və ortada qaldıqlarına görə, yəni hündürdə qaldıqlarına görə, onlar Qurani Kərimdə surələrdə var və bu surədə də var. Cənnətdəkilər də görürlər, cəhənnəmdəkilər də görürlər və hətta onlarla söhbət edirlər. Ancaq onu deyim ki, sonda onlar cənnətə girirlər. Sonda Allahın rəhməti gəlir və onlar cənnətə daxil olurlar. Ərəf bu məsələdən adını götürübdür. Bu insanların halından adını götürübdür dostlar. Ərəf surəsi Məkkədə nazil olan surələrdəndir dostlar. Biz demişdik ki, surələr bəziləri Məkkədə nazil olunubdur, bəziləri Mədinədə nazil olunubdur və Ərəf da Məkkədə nazil olan surələrdən biridir dostlar. Genel olaraq desək, içindəki mövzular yenə də hər zamanki kimi tövhiddir, peyğəmbərlərin qissəsidir, axirət səhnələridir. Bayaq dediyim ki, Ərəf əhlinin halıdır. Məsələn, Həzrəti Adəmlə İblisin qissəsi var orada, peyğəmbərlərin qissələrindən. Keçmiş ümmətlərin hekayətləri var. Məsələn, Nuh peyğəmbərdir, Hud peyğəmbərdir, Salih peyğəmbərdir, Lut peyğəmbər, Şüeybdir, Musadır. Peyğəmbərlərin qissələrinə kiçik-kiçik toxunulubdur bu surədə. Daha sonra axirət səhnələridir ki, biraz öncə səsləndirdik. Ərəf əhlinin söhbətidir. Yəni, məsələn, onlar cənnətdəki insanlarla söhbət edirlər, onlar cəhənnəmdəki insanlarla ünsiyyət qura bilirlər. Yəni, axirət səhnələri də var. Eyni zamanda Quran hidayət olması, yəni hidayət edən bir kitab olması və digər mövzuları belə içində yığcam şəkildə bizə təqdim edən bir surədir. Ona görə maraqlıdır. Yəni, içində bir çox mövzuya toxunulub deyənə zənn edirəm ki, Quranın ən maraqlı surələrindən də biri Ərəf surəsidir dostlar. Belə, əziz Allah Ərəf surəsindən başlayarkən deyir ki, Bismillahirrahmanirrahim, siz necə də az öyüd, nəsihət dinləyirsiniz. Yəni, necə də az öyüd, nəsihət dinlədiyimiz dostlar, bizim ətrafımızda baxanda bu müşahidə edirik də, yəni insanın az öyüd, nəsihət aldığı
dair sübutlardan da biri Ərəf surəsi. Daha sonra deyir ki, daha sonra deyir ki, o gün əməllərin tərəzidə çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər məhz onlar nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır. Bu keçir 8 və 9-da, Əraf 8 və 9-cu ayətlərdə. Yəni insanların əməllərinin tərəzidə çəkilməsinə dair dəlillərdən biri də bu ayətlərdir ki, yaxşılıqlarımız və pisliklərimiz çəkiləcəkdir. Nəyi, harda, necə etdiyimizdir, dostlar. Sonra 16-da iblisin qissəsi keçir, iblisin söhbəti. Deyir ki, sən məni yoldan çıxartdığına görə də mən sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Baxın, burada tovlayacağım sözü çox önəmli bir açar kəlmələrdən biridir. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəm və sən onların əksəriyyətini şükr edən görməyəcəksən. İblisin Allah Teala ilə olan diyaloqundan bir parçadır ki, onu deyir, oddan yarattı. Məni oddan yaratmışsan, onu palçıqdan. Və iblisin buna görə, yəni Allahın əmrini yerinə yetirmədiyinə görə, cənnətdən çıxarılmasına görə və deyir ki, mən bunu belə eləyəcəm. Edəcəyi əməli sözbəsöz Quran bizə çatdırıb ki, bax, bunu edəcək. Demək nədir? Deyir ki, öndən, arxadan, sağdan, soldan vəsvəsə verəcəm. Çox maraqlıdır. Burada kəlmələr o qədər önəmlidir. Deyir ki, tovlayacam. Məsələn, Quran başqa bir yerində deyir ki, şeytanın izindən getməyin. Baxın, sonra deyir ki, sən onların əksəriyyətini şükr edən görməyəcəksən. Demək, ayə bizə müəyyən qədər çatdırır ki, şükür etməmək şeytanın izinə düşmək, onun toruna düşməyə səbəb olacaq. Yəni, şükür etməmək nəyə səbəb olar? Əgər düşünmək istəsək, Quranın bu ayətinə baxıb hardasa örnək götürə bilərik. Nəyə şükür etməyə bilərik? Hər şey. Yəni, günün insanı düşünürəm ki, ümumiyyətlə günümüzün insanı bu bütün zamanlarda belə olub ki, insanların çoxu az şükür edəndir. Azı isə çox şükür edəndir. Məhz bu Quranın ayətlərini alanda görürük ki, o azlığa məhz çox şükr edənlər düşəcək. Və şeytanın da toruna az şükr edənlər düşəcək. Məsələn, Rabbim bizə ömür neməti verib, Rabbim bizə sağlıq neməti verib, ailə neməti veribdir, ağıl neməti veribdir, qida neməti veribdir, dünyada yaşamaq üçün rəng-bərəng meyvələr, hər bir şey, yəni duyğularımız, hərəkətlərimiz, yaşamımız, hisslərimiz, ünsiyyətimiz, yəni şükrə səbəb olacaq say-say bitməyən hadisələrimiz, nemətlərimiz olduğu halda gündəlik bunları düşünüb şükr edən çox azdır. Və bu deyir ki, hardasa dolayısıyla deyir ki, yəni bu səbəb olacaq ki, şeytanın toruna düşəcəksiniz. Və deyir, sağdan, soldan, arxadan, öndən vəsvəsə edəcəm. Ki, alimlərin təfsirinə əsasən şeytanın öndən və arxadan vəsvəsəsi deyir, öndən vəsvəsəsi onun gələcəyə dair olan insana nigarançılıq verməsidir. Bax ki, o qədər də gələcək məchuldur da, gələcəkmi, gəlməyəcəkmi bilmirik. Amma insan görürsən ki, il boyu nə qədər tədirginlidir, nə qədər belə qaça-qaçda yaşayır ki, mən bunu da çatdırmalıyım, onu da çatdırmalıyım. Və gün boyu yarım saat, nə bilim 5 dəqiqə ibadətinə vaxt ayırmır ki, vaxtım yoxdur. Gələcək qayğısı onu o qədər üzür ki, bu həmin o duyğu da şeytanın vəsvəsələrindən biridir, alimlər deyir. Və yaxud deyir, öndən, arxadan deyir vəsvəsə verməsi. Arxadan vəsvəsə verməsi isə alimlər qeyd edirlər ki, şeytanın bu hərəkəti insanda keçmişi unuda bilməməsidir. Keçmişin onu təqib etməsidir. Məsələn, Qurana baxanda görürük ki, Əziz Allah bizə deyir ki,
nə etmisənsə, nə olmusansa, yetər ki, tövbə et. Tövbə etsən, sənin əməllərin sıfırlanacaq və səni Allah bağışlayacaq. Biz Quranın dəst xəttinə baxanda bax bu prinsipi görürük. Amma bəzi insanlar görürsüz ki, ə, keçmişdə yaşadığı hər hansısa bir hadisəyə görə və yaxud da insanların gözündən düşdüyünə görə və yaxud da ə, indi ağla gəlməyən o qədər səbəblər var. Nəyələsə görə ibadət etmək istəmir və yaxud da düşünür ki, o ibadətə layiq deyil, Allah məni bağışlamayacaq. Bu da şeytanın vəsvəsələrindən biridir, dostlar. Bu həm də bizə bilirsiniz nəyi bizə göstərir? Heç kimin keçmişini və gələcəyini bilə bilməzsən. Heç kimi də keçmişinə və gələcəyinə görə dəyərləndirməməlisən. Bax, bunu da bizə hardasa pıçıldamış olur. Daha sonra Əziz Allah deyir ki, burada maraqlı hadisələrdən də biri baş verir yavaş-yavaş. Əraf 24-də. Əraf 24-də Əziz Allah deyir ki, bir-birinizə düşmən kəsilərək yerə enin. Burada söhbət cənnətdə Adəmlə Həvvanın oradan qovulmasıdır. Şeytanın onları vəsvəsə edərək cənnətdən çıxmasıdır. Yəni, cənnətdən çıxmasına səbəb olan vəsvəsədir də. Şeytan onları vəsvəsə edir. Və əsas vəsvəsə də onların əbədiyyət duyğusudur. Yəni, yasaq olan ağaca yaxınlaşmasıdır. Və onlar qovulurlar oradan. Və burada bir maraqlı bir söz keçir. Deyir, biri-birinizə düşmən olaraq deyir, kəsilərək yerə inin. Çox maraqlıdır bu. Bunu oxuyanda ağlıma ilk öncə gəldi ki, ay Allah, öz-özümə dedim ki, kişi və qadının münasibəti elə bini qədimdən deyəsən düşməndir. Ki alimlər bunu da bu formada təfsir edirlər. Bir, iki belə xəfli təfsir edirlər. Deyirlər ki, burada şeytanın insanla olan düşmənliyidir. Yəni, ey şeytan, sən Adəm oğluna düşmənsən, Adəm oğlu sən də şeytana. İkinci xətt isə qadınla kişi münasibətinə belə işarə edirlər. Yəni, bir-birinizə düşmən olaraq aşağı yenin. Yəni, gündəlik həyata baxanda da, insanları izləyəndə də, tarixi hadisələri belə ələ alanda da çox təəssüf olsun ki, qadın və kişi arasında heç bir zaman sülh olmayıbdır. Heç bir zaman. Həmişə belə az da olsa münaqişə, narazılıq, anlaşılmazlıq olubdur. Deyəsən, kökü ilə başdan qoyulubdur. Daha sonra 26-da Əziz Allah buyurur ki, ey Adəm oğulları, sizə ayıb yerlərinizi örtəcək libas, bəzək düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Baxın, görürsünüz, bəzək düzək deyir. Nə qədər önəmlidir bəzək düzək. Bəzək düzək sevən xanımlardan olaraq, birisi də mən olaraq, yəni bu ayətləri görəndə gözüm işıldayır. Deyirəm, aha, demək ki, bu gözəllikləri Rabbim veribdir bizə. Amma onu hər yerdə təbii ki, ortaya qoymaq olmaz. Elə. Amma deyir ki, təqva libası baxır, daha xeyirlidir. Gözəl geyinmək də gözəldir, libaslar da gözəldir, amma ən gözəl libas təqva libasıdır deyir. Təqva nədir? Təqva çəkinməkdir. Nədən çəkinməkdir? Yasaqlardan. Baxın, çəkinmədir Adəm oğlu, yəni Adəm peyğəmbər Allahın yasaqından bunu etmədi və etdi. Vəsvəsə nəticəsində etdi və uzaqlaşdırıldı. Və bizə də bu dünyada etməməli olduğumuz əməllər var ki, Quranla bizə etmə deyir. Vəhiy edir ki, bax bunu etmə. Və biz də içimizdəki, nəfsimizdəki o şeytanlarla onları edə təqva libasımızı, həya libasımızı, iman libasımızı cırırıq, köhnəldirik və axirətin müflislərindən oluruq, dostlar. Axirətin müflislərindən oluruq. Daha sonra Əziz Allah deyir ki, 27-də cənnətdən çıxartdığı kimi sizi də aldatmasın. Şübhəsiz ki, o, yəni şeytan, cin, onun nəsli sizləri onları görə bilmədiyiniz yerdən görürlər. Həqiqətən də biz şeytanları iman gətirməyənlərin dostu etdik.
Ne qədər önəmli bir mesajdır. Yəni təsəvvür edin, ayət mənə deyir ki, sən imanında kamil olmadıkça, sən imanında dosdoğru durmadıkça, o yolda əziyyət çəkmədikcə, sənin görünməyən dostun şeytan cin olacaqdır. İçki içənin, zina edənin, söyüşlə danışanın, e, gizlində başqasına pislik edənin, nifaq edənin, yəni gözəlliklərə, mənəvi gözəlliklərə əks tərəfdə durub çirkin işlər görənlərin dostları şeytanlardır. Ola bilər ki, o dostların bəzisi insan cildindədir, amma üzləri çox vaxt onların insan olur, içləri şeytan. Ve aynı zamanda görünmeyen dostlarımız da var ki Kur'an ne değil? 27'de deyir. Onlar sizi, siz onları görmediğiniz yerden görürler. Daha sonra 29'da deyir ki Rabbim ədalətli olmağı əmr etdi ki ədalət mövzusu Quran-ı Kərimin ən belə işlək, ən çox təkid olunan mövzularından biridir. Ədalət, 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 ədalət. Düşünürəm ki bu dünyada insanın ən çox ehtiyac duyduğu duyğu ədalətdir. Və insan ən çox ədalətsizlikdən əziyyət çəkir. Fərd olaraq da, toplum olaraq da, dövlət olaraq da, ümumiyyətlə dünya olaraq da ədalətsizliyin qurbanı oluruq. Ədalətsizliyin qurbanı oluruq. Bəlkə də buna görə də Quranın say-say bitməyəcək qədər bəlkə də ədalətə vurğu edəcək ayətləri vardır. Daha sonra dostlar, çox qəşəng bir ayət gəlir. Deyir ki, ey Adəm oğulları məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin. Ya bu ayəti mən çox sevirəm. Bu ayət belə beynimə kazınan bir ayətlərdən biridir. Əraf 31. Ya gör ne kadar güzel bir ayettir. Yani insanların gözüne hitap eden, insanların fitretini bildiren ve aynı zamanda mescide, ibadete, hürmet etmeyi bize teşvik eden ayetlerden biridir. Mescide giderken de güzel giyimlerinizi giyin. Hatta Peygamberimizin hadis var. Peygamberimiz diyor ki cemaat namazına giderken kokulu gıdalar yemeyin. Mesela soğandır, sarımsaqdır. Qoxunuza fikir verin. İnsanları narahat edəcək. Qoxulu yeməklər yeməyin. Yəni, həqiqətən də İslam təmizlik dinidir. Həm mənəvi təmizlik, həm də ki fiziki təmizliyin dinidir. Bax, deyir, məscidə gedirsən, güzel giyinəcəksən. Cüməyə gedirsən ki, bugün cümədir artıq. Oraya en güzel giyimini, en sevgili çorabını, paltarını giyineceksen, en güzelini. Şimdi en güzelini giyineceksen. Daha sonra deyir ki, Allah öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri, Allahın deyir, öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir, deyir. Bunlar dünya hayatında hamıya, qiyamətdə isə yalnız möminlərə məxsusdur. Dünya ilə ahiretin işləmə mexanizmini burada göstərir. Yəni burada deyir ki, kim əziyyət çəkdir, hamıya, yəni fərqi yoxdur, o kafirdir, yoxsa iman əhlidir. Əziyyətlə və ona qalan ola bilər bir sərvətlə onu əldə edibdir. Hamınındır bu dünyanın nemətləri. Amma axirət nemətləri yalnız Allaha səmimi qəlbdən bağlı olub, Allahın yasaqlarından çəkinən təqva libası ilə gəzən insanlara aiddir deyir. Daha sonra dostlar, çox önəmli bir məsələlərdən də biri yenə əcəl mövzusu. Deyir 34-də. Əcəl gəldiyi zaman bircə saat belə nə yuvanar, nə də qabağa keçə bilər. Əcəl mövzusu da Quran-ı Kərimdə işlək olan mövzulardan biridir. Baxın, deyir, yəni bircə saniyədə belə nə gec gələr, nə də ki tez gələr. Bircə saat belə deyir, nə yuvanar, nə də tez gələr. Bəzən gənc insanların rəhmətə getməsi olur. Allah uzaq eləsin. Allah belə bir ailələrə səbir versin. Onların gənc köçən, bu dünyasını dəyişən, gənc köçən yaxınlarına rəhmət eləsin. Bu çox ağır bir yükdür. Amma insan düşünəndə ki, bu qədərdir, təqdirdir, insanın içi bir sakinlənər. Bu çox önəmli bir mövzudur düşünürəm. İnsanın psixologiyasının sakit qalmasına xidmət edən
önemli ayetlerden biridir. Daha sonra dostlar, Əzab ayətlərindən biri 41-də, Əraf 41-də Əziz Allah deyir ki, onların cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Cəhənnəmə girən insanların e, hansı şəraitdə yaşayacağı, nə yeyəcəyi, hansı formada, necə formada danışacağı, nə istəyəcəyi, nə hisslər keçirəcəyi haqqında bilgilər var. Səpələnmiş formadadır ki, onlar peşmançılığını necə ifadə edəcəklər, necə bir-birinə didişəcəklər, necə bir-birinə günahkar çıxardacaqlar, hamısı var. Onlardan da biri cəhənnəmdəki bizim e, yaşama şəklimizdir ki, biz orada necə yaşayacağıq? Allah uzaq eləsin. Allah uzaq eləsin. Deyir ki, yəni yorğanınız, döşəyiniz, yastığınız oddan olacaq. Heç narahat olmayın. Dəyərmi buna görə? Hmm, Dəyərmi? Yox, dəyməz. Əlbəttə ki, dəyməz. Daha sonra dostlar, deyir ki, baxın, iman gətirib yaxşı əməl edənlərsə cənnət sakinləridir. Biz bunu bildik. Sonra deyir, biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Bu da çox önəmli mesajlardan biridir ki, insanın öz yükünü belə çox böyük görməməsinə xidmət edir. Yəni bəzən insanların başına fərqli-fərqli bəlalar gəlir, itkilər olur, maddi itkilər olur. Ola bilər ki, insan doğmalarını itirə bilər və yaxud da ki, çox ciddi çətinliklər olur. Orada bax, üsyana düşməmək üçün, qəlbi şeytanın oylağına verməmək üçün, bax, bu ayətlər bizə əlimizdən tutur. Yəni insan başına nə gəlir gəlsin, düşünür ki, bu demək ki, mənim beynimin, qəlbimin daşıya biləcəyi bir yükdür ki, Rəbbim bunu mənə verib. Ayət də deyir, biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Yəni düşünərəm burada, ya Rabbi, sən mənə bu çətin həyat yoldaşını vermisənsə, demək ki, mənim burada gücüm buna çatar. Sən mənə bu çətin valideyni vermisənsə, sən mənə bu məmləkətdə yaşamağı vermisənsə, sən mənə bu xəstəliyi vermisənsə, demək ki, bunu qaldıracaq bir yükün potensialım var mənim. Ondan sonra biz baxacağıq ki, okey, bu başımıza gələn hadisələr nə cür yüngülləşdirə bilərik, nə cür dəf edə bilərik və yaxud da bundan alacağımız dərs nədir? Bu daha sonraki mərhələdir. Amma ilkin mərhələdə başımıza gələnlərdə ə, çox da üsyan etməməkdir. Əraf neçədir? 42. Bizə deyir ki, hamının yükü öz potensialına görədir. Belə deyir hardasa. Sonra deyir ki, o kəslər ki, o kəslərə ki, insanları Allah yolundan saptırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirlər. O kəslər ki, bu zalimlardan söhbət gedir, bu ot sakinlərindən söhbət gedir, dostlar. Ərəf 55-də. Rəbbinizə acizanə, həm də gizlincə dua edin. Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. Dua ayətləri var. Keçən dəfə də xatırlatdım ki, Qurani-Kərimdə biz ara sıra peyğəmbərlərin dilindən dualar oxuyacağıq. Yəni Allahın kitabı sanki biz möminlərə bax belə dua edə bilərsiniz öyrədir. Ki o duaları belə incələyəndə içində çox zaman belə incə, gözəl həqiqətləri, daha dəruni mənaları belə görmüş oluruq. Onlardan da biri yenə Ərəf 55'te gəlir. Deyir ki, Rəbbinizə acizanə həm də gizlicə dua edin. Acizanə, yəni duanın bir ədəbini öyrədir ki. Niyə acizanə? Ya Rabbi, mənim başıma bu gəlib. Məsələn, hər hansı bir xəstəlik ola bilər, hər hansı bir çətin vəziyyət ola bilər. Ya Rabbi, mən acizəm sənin qarşısında. Və sən
Bu dünyanın sahibi olarak, bu hadisenin sahibi olarak mənə kömək edən sənsən, aciz. Necə bir insan ə, birindən aşağı maddi olaraq, nə bilim, resurs olaraq aşağı olanda ondan nəysə belə acizanə istəyir. Eləcə biz də, yəni dua edərkən Rabbimdən acizanə dua etməyimi, istəməyimi Allah istəyir. Daha sonra 58'de deyir ki, yaxşı torpaqda bitkilər Rəbbinizin izni ilə çox asanlıqla bitər. Pis torpaqda isə onlar çox çətinliklə yetişər. Biz ayələri şükr edən bir qövmə beləcə izah edirik. Bu bir növ bilirsiniz mənə nəyi xatırlatdı? Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər dostlar. İman toxumları da belədir dostlar. Qəlbimiz, ruhumuz bizim tarlamızdır. Düşüncələrimiz. Yəni ora biz imanımızı bax belə əkirik. Biz hər ayə oxuduqca, hər Ramazanda biz qəlb evimizə, ruhumuza nələrsə əkirik. Və onların bəhrəsini də biz haqq hesab günü, mizan günü alacağıq. Tərəzilərə qoyulan günü və imtahan günü belə alacağıq. O torpağı, o qəlbi bərk tutmamalıyıq. Pis torpaq etməməli. Pis torpaq nədir? Təkəbbürlüklə, inadla, qəlbimizi qəsavətləndirməməli ki, o iman toxumları orada cücərsin, yetişsin. Qəlbimizi yumuşaq tutmalıyıq. Torpağımızı yumuşaq tutmalıyıq dostlar. Daha sonra 79'da Salih peygamberin başına gelen bir mesele var. Listede böyle balaca cümleni okumak istəyirəm. Deyir ki, Salih onlardan üst çevirip dedi, ey qövmüm, mən Rəbbimin mənə vəhiy etdiyini hökmünü sizə çatdırdım və sizə öyüd nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz. Yəni Salih peyğəmbər haçan yaşayıbdı? Heç bilinmir tarixi nə vaxt yaşayıbdı. Amma Quran oxuyanda görürük ki, yəni nəsihəti insanlar deyəsən bini qədimdən sevməkdir. Yalnız o adamlar seviblər ki, dostlar, onlar təkəbbürü kənara qoymağa bacarıblar. Onlar ağıllı adamlardılar. Onlar nəfslərinə qul deyirlər. Yalnız bu adamlar nəsihətə açıqdır. Könüllərinin qapısını onlar açıq qoya bilir. Əks halda biraz pulumuz olsa, biraz xüsusi zəkamız olsa, nəsihəti çox da qəbul edəcək bir varlıq deyilik dostlar. Demək, eyni zamanda ayət bizə nə deyir? Yəni, əgər yaxşıların yanında olmaq istəyirsənsə, əgər iman əhlinin yanında olmaq istəyirsənsə, ağılların yanında, sən nəsihəti qəbul edəcəksən. Nəsihəti qəbul etmə məcburiyyətin var. Daha sonra 85'te deyir ki, elə isə ölçüyə və çəkiyə tam riayət edin. İnsanların əşyalarını əksik verməyin və yer üzünü islah olduqdan sonra orada fəsad törətməyin ki, yenə də ölçü, tərəzi təkrarlanan mövzulardandır və yenə də qarşımıza çıxdı ki, mənə hər zaman maraqlı olubdur, təkrarlar maraqlı olubdur, dostlar. Mesela Qurandakı sıralamalar maraqlı olubdur və bu ölçü məsələsi, tərəzi məsələsi çox gələn ayətlərdən biridir. Yəni, demək ki, insanlar buna əvvəlcədəndən yatqın olubdur. Bu məsələdə dürüst adamlar azdır. Yəni, ticarətlə məşğul olan insan həqiqətən bu xüsusda çox özünə diqqət etməli. O şeytanın verdiyi vəsvəsən toruna düşməməlidir ki, bu qədər ölçü məsələsi, tərəzidə aldatmamaq məsələsi Quranda təkrar gəlir. Az qala ibadətin sayı qədər gəlir. Yəni bunu çox görəcəyik. Daha sonra yenə dua gəlir. Yenə qarşımıza gözəl bir dua çıxır. Əraf 126'da.
Əziz Allah deyir, ey Rəbbimiz, bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür. Ne güzel bir sonduktur ki sonda Müslüman olarak ölmek, sonda yani bu dünyadan yani güzel şekilde çıkıp gitmek önemli bir meseledir. Ki bu boyda peygamberlerin gelmesi, semavi kitaplarının indirilmesi, mesela sondaki güzel çıkışa göredir. Ve bunu dua halına salmaq və bu xüsusda Allahdan səbr istəmək və səbirli olmaq önəmli bir məziyyətdir. Və həyatımıza tətbiq etməli olduğumuz bir əməldir əslində. Yəni səbirsizlik həqiqətən etmək olmaz. Yəni səbrin sonu səlamətdir deyərlər. Belə bir atasözümüz var. Doğrudan da imanda səbirli olmaq ki, Quranın fərqli ayətlərində deyir ki, Allahdan deyir səbirlə ibadətdə deyir dua edin, isteyin, namazla. Ama sonra da deyir ki, bu deyir səbri olmayanlara çətin gələr deyir. Yalnız səbr edənlərin çəkə biləcəyi bir yüktür. Və səbr önemli bir mövzudur dostlar. Peyğəmbərimizin məşhur hədisində necə deyir? E, Başın bədəndə yeri nədirsə, səbrin də imanda yeri odur deyir. Yəni təqvanı, imanı gözəl, diri saxlayan, izzətli saxlayan, insanı ümumiyyətlə izzətli yaşamasına səbəb olan ən önəmli məziyyət, ən önəmli gözəllik səbəbdir. Bu çox önəmli bir xüsusiyyətdir. Yəni həqiqətən kim düşünürəm ki, uğur qazanırsa məhz bu xüsusiyyətinə görə qazanır. Yəni təkcə buna görə ki, bu böyük bir xüsusiyyətdir. Daha sonra dostlar, demək, 46 diyor ki haksız olarak yeryüzünde tekebbürlük gösterenleri ailelerimizden uzaklaştıracağım. Necə önemli bir haberdir. Bu tekebbürlük mevzusu, tekebbür, kibir mevzusu o kadar tehlikeli bir mevzudur ki, yani her Ramazan veya yaxud da Kur'an'ı arada sırada verebilende bu tekebbür mevzusu gözümüze değir, hatırladır bize. Ve görürsən ki, yəni insan özünə də baxanda, ətrafına da baxanda görür ki, məhz kibir mövzusu elə bir hissdir ki, çox az adamın qalib gəldiyi, çoxumuzun belə içimizdə boğuşduğumuz bir hissdir. Və bu da yəni elə bir əməldir ki, səni Allahın yolundan uzaqlaşdıracaq. Nə deyək? Deyir, ailələrimizdən uzaqlaşdıracağam da. Ailələrimizdən uzaqlaşdırmaq, yəni səni Allahın yolundan kənarlaşdıracağım deməkdir. Kibirli olmaq. Kibir harda deyəcək ki? Ola bilər ki, mən X nəfərindən 2 kitab artıq oxumuşam və yaxud da filan kəsdən cüssəcə daha gözələm və yaxud da hündürəm və yaxud da nə bilim pul baxımından o birisindən daha üstünəm. Məndən aşağı olanlara yuxarıdan aşağı baxma hissimi mən tərbiyə edəcəm. Daim o belə hissimi belə nəzarətdə saxlayacağım. Yox, bunu nəzarətdə saxlamayıb bu hissini dilə töksən, baxışlarına, səs tonuna, bədən dilinə töksən, nə alacaqsan? Qul haqqı alacaqsan. Allah uzaq etsin dostlar. 153'te diyor ki yaramaz işler görüp sonra bunun ardınca tövbe edip iman getirenlere gelince şüphesiz ki Rabbim bundan sonra bağışlayandır, rəhimlidir. Bize bir kapı koyur. Tövbe kapıları. Mevlana'nın məşhur kəlməsində nə deyir, cümləsində nə deyir? Ne olursan ol, yenə də gəl. Nə qədər edirsən, yenə də gəl. Sonuna qədər, son ana qədər. Son andaki tövbe qəbul olunur. Ölüm anında, yani insan artık bilir ki ölür, can çekişir, o anda tövbe qəbul etmir. Ama yani hansı yaşda olmana baxmayaraq, ne zaman belə e, idrak etməyinə baxmayaraq tövbe edə bilərsən. Və bu əslində böyük bir həqiqətən mükafatdır ki, insan idrak eləsə və Rəbbinə səmimi belə boyun əysə ki, Allahım mən bugündən namaza başlayıram. Allahım mən bugündən örtüyə başlayıram. Allahım mən bugündən ağzımdan söyüş çıxarmayacağım. Allahım mən bugündən faizlə pul verməyəcəm. Bugündən yalan danışmayacağım. Çünki bunlar hamısı günahlardırlar.
həmin o gündən sonra tövbə edib gözəl, ixlaslı formada Allaha dönərsənsə, Allah onları bir sıfırlayacaq. Təsəvvürünüzə gətirin, belə bir insandır və niyyətlənir və bütün keçmişinə 2 rükətli tövbə namazı qılır. Gözəl səccadəsini sərir və qüslünü alır, niyyətini tutur və bir iki gün əməlini edir, halallaşır, bir də görün ölüm gəlir. İndi düşünərək ki, hə, bəs yaxşı, bu adam 20 il, 30 il bu cür yaşayıb, ölümünə bir ay qalmış, iman gətirdi, tövbə etdi, nə bilim, həccə getdi və yaxud dönəm namaza başladı, birdən öldü. İndi bu cənnətə gedəcək. Düşünə bilirik ki, bəli, cənnətə gedmək şansı çoxdur. Çünki niyə? Əgər o ixlaslı tövbə edibsə, Allah kitabında deyir axı, tövbələri qəbul edəcəm. Buna görə də deyir, nəyəm yox, necə olacağıma baxacaq. Kimin əvvəli, kimin axırı. Axırın önəmli olduğunu, ən önəmli şey məhz sonluğun gözəl olduğunu bizə Quran pıçıldayır ayətlərlə yavaş-yavaş. 56-da deyir ki, Allahım bizim üçün bu dünyada da yaxşılıq yaz, ahirətdə də. Ya bu çox qəşəng bir duadır əslində. Bu tam da mənim istədiyim bir duadır. Mənim kimi məşəqqətləri istəməyən, dözməyən, tutumu az olan, qəlbi belə zəif olan adamların duası var yəqin ki. Ya Rabbi deyirəm, mənə bu dünyada da rahatlıq ver, o dünyada da rahatlıq ver. Həmişə belə dua edərəm. 156, Əraf 156 deyir ki, bizim üçün bu dünyada da yaxşılıq ya, ahirətdə də. Öyrədir. Ana kitabımız baxın öyrədir. Deyir ki, bax belə dua edin. Daha sonra önemli olan ayetlerden biri. 175 deyir ki, onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı. Axırda da azmışlardan oldu. Görürsünüz, mərhələ-mərhələ gəlir. Yəni ayələrdən kənara çıxdı. Yəni mən Allahın namaz qıl ayəsindən kənara çıxdım. Hələ cavandan sonra qılaram. İndi işləyirəm, 9-dan 6 rejimində günorta namazlarını qıla bilmərəm deyib, Allahın namaz əmrindən kənara çıxdım. İçkidən vaz keçə bilmərəm, cavanlığımı keçəm, sonra içkini dayandıraram deyib, Allahın içki ayətindən kənara çıxdım. Və belə-belə şeytanın təqibinə məruz qaldım. Və təqibinə məruz qaldıqdan sonra nə oldu? Azmışlardan oldu. Axırda da deyir azmışlardan oldu. Ki biz bunu insanların həyatına baxanda müşahidə edirik dostlar. Yəni çox da elə çoxluq belə olmur ki, ömrünün yarısını çətinliklərdə, daha doğrusu Allahın yasaklarında yaşasın, keçirsin və o çoxluğun hamısı sonda Allahın yoluna dönsün. Belə görürük. Ömrü adətən necə keçirirsə, sonluq da elə olur. Yəni, çoxluq belə olur ki, necə yaşayırsansa, sonun da elədir. 179'da yine de önemli bir ayet gelir. Diyor ki onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər. Hətta ondan daha da azğındırlar. Qafil olanlar da məhz onlardır. Yəni necə ağrıdıcı bir şeydir. Və burada bir məsələ var. Deyir, onların qəlbləri var, onunla anlamazlar. İnsanın qəlbi nəyi anlaya bilər ki, hiss edir. Anlamaq adətən beyninə məxsus olan bir funksiyadır. Yəni zəkaya, düşüncə sistemi, yəni beyinlə əlaqəli olan bir şeydir. Amma Allah Teala bu ayətdə deyir, onların qəlbi var, amma anlamazlar. Bu haqda yeni araşdırmalar var. Ürəyin anlaması, hisslərin anlamasına dair son araşdırmalar var ki, deyirlər ki, qəlbin də beyin kimi beyni var. Qəlbin də bir neçə beyni olmalıdır. Belə bir araşdırma oxumuşdum bir yerdə, gözümə dəymişdi. Quran bu ayəsi ilə çox belə yaxındır, üst-üstə düşür. Yəni
Həqiqətən də ürək, qəlb e, çox məsələlərdə insanı sürətlə önə çəkə bilən bir məsələ olur. Və onu da deyir, çox vaxt insanların azması məhz beyinlərinə görə, yəni rasional düşündüklərinə görə olur. Məsələn, Allah inancı da elədir. Axirət yurduna inanc da elədir. Beyinlə düşündükdə biz deyirik ki, yəni biz bu maddəyə baxıb Allahın varlığını özümüzdə sual altına qoyuruq. Yox, bu belə ola bilməz axı, yəni necə yəni, necə yəni deyirik. Amma qəlblə düşünəndə elə demirik. Qəlb bizə başqa şey pıçıldayır. 82'de deyək ki, 182'de ailələrimizi yalan sayanları özlərinin də bilməyəcəkləri bir yerdən tədricən, bax deyir, tədricən tovlayıb məhvə aparacaq. Bu əslində təhlükəli bir ayətdir. Yəni ayətləri inkar etmək dostlar, ə, bilirsiniz necə olur? Bəzən bəzi insanlar Allahın ayətlərinə, İslam'a, mənəviyyata dil uzatmır görürsən. Lağ eləmir, məsxərə mövzusu eləmir. Deyil, heç nə. Heç nə demir. Sadəcə etiraf edir ki, mən hələlik namaz qılmaq istəmirəm. Mən hələlik bu içkidən vaz keçə bilmirəm. Mən hələlik bu açıq-saçıq paltardan çıxa bilmirəm. Mən hələlik bunları edə bilmirəm. Amma edənlərə də afərin deyirəm. Bir bu şəkildə edən var. Biri də var ki, ibadət edənləri məsxərəyə qoyur. Allahın ayinləri ilə lağlağı edir. Bir də bu tip var. Bu ikincisi daha təhlükəlidir. Yəni o ikincisinin o e, duyğusal duyğusal məsələsi, duyğusal eybəcərlik daha təhlükəlidir. Nəinki birinci. Və o insanların da sonda məhvə doğru getdikləri tədricən olur. Zaten ömür elə sürətlə keçir ki, insan onu hiss etmir. Bir gözünü açırsan 20'dir, bir də gözünü açırsan 40'dır. O aralıqlarda insan necə başı qarışırsa, ömrün sürətlə axdığını hiss eləmir ki, Quran da bizə deyir ki, insanın ən çox peşman olduğu məsələlərdən də biri ömrün sürətlə keçib getməsidir. Yəni insan deyir ki, e, Quranda insan deyir ki, dünyada bir gün ya da gün yarım yaşadım. Yəni təsəvvürünüzə gətirin, yəni bu həyatı biz sonra nə cür hiss edəcəyik, nə cür qiymətləndirəcəyik. Yəni bu qədər önəmlidir. Sonra 204'də deyir ki, bax Quran oxunduğu zaman onu dinləyin. Və susun ki, bəlkə sizə rəhm olunsun. İndi biz bu Quranı oxuyuruq da sizinlə. Sizin bunu dinləməniz Allahın ayətinə əməl etməyiniz dostlar. Və eyni zamanda bizə bir ədəb göstərir ki, Allahın ayətləri oxunan yerdə danışmayın, dinləyin. Dinləmə mədəniyyətini bizə göstərən bir ayətdir. Allahın sözünə, kitabına hörmət edin deyir. Və bu ayət formasında gəlir. Sonra deyir, səhər axşam ürəyində yalvararaq və qorxaraq səsini qaldırmadan Rəbbinə yad et və qafirlərdən olma. Yenə də dua etməyin şəklini, şəmalini, nəzakətini bizə göstərir. Səhər axşam ürəyində yalvararaq, ürəyimizdə yalvararaq və səsini qaldırmadan. Bəzi insanlar görürsünüz məsciddə əlini açır, göyə qışqıra-qışqıra dua edir. Və yaxud da başqalarının çoxunu eşidəcəyi şəkildə dua edir. Yəni bu bizə bir belə ədəb formasıdır ki, elə ki, başqalarını narahat eləmə, səsini qaldırma. Sonra deyir ki, onda təkəbbürlük etmə, ha, ibadət etməkdə. Yenə baxın, görürsünüz, təkəbbürlük mövzusu gəlir. Təkəbbürlük etmə deyir ona ibadət etməkdə. Demək ki, bizə ayət deyir ki, ibadət etməyənlər təkəbbürlü adamlardır. Görürsən ki, nə qədər eşidir, bilir, haqq olduğunu da bilir. Hər Ramazan, hətta oruç tutanlar da var. Məsələn, bir adamlar tanıyıram ki, illərdir hər Ramazanı bütün ayı oruçda tutur, amma namaz qılmır. Soruşsan da deyir ki, hələ özümü hazır hiss etmirəm. Hələ qəlbimə gəlmir. Ay anam bacım, sənin mənim qəlbimə gəlməyinlə deyil ki,
gəlməsiyle deyil ki, sənin mənim həddi buluğa çatmağımızladır. Allahın bir qanunu var. Necə ki, şəxsiyyət vəsiqəsini 18 yaşda alırıq, 7 yaşda məktəbə gedirik, 1 yaşda peyvənd oluruq. Eləmi? Yəni biz deyə bilmərik ki, mən şəxsiyyət vəsiqəsini 25 yaşda almaq istəyirəm, yaxud da 10 yaşda almaq istəyirəm. Yox deyir, yəni dövlətin qanunları var. Burada da belə. Yəni sənin namaz qılmaq üçün sənin həddi buluq yaşın var. Oğlan da 14 yaşdır, qızda da 9 və yaxud da ki, menstrual dövrün başlamasıyladır. Artıq bunlar başına gəldi, bu yaşda sən artıq bir fərd kimi bütün namazlar boyuna gəlir, həcc gəlir, oruc gəlir, xüms gəlir, zəkat gəlir. Yəni hansı səviyyədəsənsə maddi olaraq, hansı bilincdəsənsə ona görə də onlara əməl edəcəksən. Demək neydi dostlar? Etmiriksə içimizdə kibirdən bir zəhmət şübhələnək. İçimizdəki kibiri çıxartmaqda Allahdan yalvararaq, istəyərək, kömək istəyək dostlar. Belə Ərəf surəsində olan maraqlı surələri sizin üçün seçdim. Danışdıq, bir-birimizə xatırlatdıq. Rəbbim bütün ayətləri gözəl şəkildə qəlbimizə, beynimizə nəqş edib, onu həyatımıza tətbiq edib və bunun vasitəsilə axirət nemətlərini gözəl şəkildə axirətə çatdırmağa nəsib etsin. İləhə əmin.